edəcək studiyamıza. Çünki ilk dəqiqələrdən də qeyd etdiyimiz kimi elə efirimizin sonlarına doğru yaxınlaşırıq və son qonağımızı da dəvət edəcək. Amma əlbəttə ki, birazdan studiyaya nəzər saldıqda burada artıq qonaqlarımız olduğunu və onların çox gözəl sənət əsərlərini, əl işlərini gətirdiyini görəcək ki, bu qurama sənətidir. Qədim sənətlərimizdən olan qurama sənəti və qonaqlarımız da var. Elə Elnur da hal-hazırda məşğuldur. Artıq işi həqiqətən öyrənmişdi və biz də elə qonağımızı dəvət edək. İçəri Şəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Əminə Məlikovanı dəvət edirik. Buyurun siz yaxınlaşın yanımıza. Sabahınız xeyir, xoş gəlmişsiniz. Və elə Elnurun da yanında əyləşən qonaqlarımız Quramaçı xanımlarımız Sara Rəhimova və kənd sahini Quramaçı Afaq Bayramova da salamlayırıq. Sabahınız xeyir olsun hər birinizin. İşiniz irəli deyirik və həqiqətən bu qurama sənətinin gözəlliyi, rəngarəngliyi, al-əlvan olması düşünürəm ki, xanımlarımızın çox da gözlərini oxşuyur və qədim sənət olaraq hər zaman bilinsə də və Azərbaycanın bütün evlərində, hər birimizin evimizdə olan qurama sənətinin nümunələri var. İstər döşəklərimizdə, istər xalçalarımızda. Bax, istərdik sizdə məlumat verəsiniz ki, nə qədər qədim sənət olsa da bu günümüzdə təzahürü necədir? Çox sağ olun. Əvvəla mən təşəkkürümü bildirmək istəyirəm sizin studiyanızda bugün dəvət etdiyiniz üçün. Xoş gəlmişsiniz. Sevimli kanal, sevimli veriliş. Çox xoşdur burada. Gözəl bir ab-hava var. İnanın ki, biz hər zaman bura gəlirik. Elə doğma məkan kimi buranı hesab edirik. Doğrudan da bir neçə gün bundan əvvəl İçəri Şəhər Dövlət Tarix Memarlıq Qoruğu ilə Əmək və Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq İdarəsi ilə birlikdə yeni, mən hesab edirəm, nəinki ümumiyyətlə Azərbaycan incəsənəti üçün, Azərbaycan mədəniyyəti üçün, ümumiyyətlə bütün sənət sevərlər üçün çox əhəmiyyətli olan bir layihəyə start verildi. Və bu layihə nəticəsində Azərbaycanın qədim qurama sənətinə demək olar ki, ikinci həyat veriləcək. Yeni nəfəs veriləcək. Əlbəttə, əslində qurama sənəti Azərbaycanda neçə əsrlər boyu mövcuddur. Əsasən Bakı, Abşeron, Qarabağ, Gəncə, Qazax və Gədəbəy zonasında daha çox yayılmışdır və bir tarixə nəzər yetirsək, görərik ki, 19-cu əsrin ikinci yarısında bu qurama sənətinin inkişafı ən yüksək nöqtəsində idi. Sonra artıq 20-ci əsrin 30-cu, 40-cı illərdə müəyyən bir azalma baş verdi. O da nədən? Ümumiyyətlə, qurama sənəti, burada böyük bir fəlsəfə var və böyük bir məna var. Çünki qurama sənəti, baxın, bu xanımlar, yəni çox incə və diqqət, əziyyət və vaxt tələb edən bir sənətdir. Və həqiqətən səbir tələb edir. Çünki bu gözəlliyi yaratmaq həvəsi hər kəsdə ola bilər. Və ilk başlayanlar da həvəslə başlayır, sevgi ilə başlayır. Amma bir müddət sonra səbir olmadıqdan sonra davam etdirmək olmur. Hövsələ və səbir mütləq olmalıdır. Əlbəttə ki, zövq olmalıdır. Ümumiyyətlə, biz bilirik ki, Azərbaycan xalqı hər zaman gözəlliyi sevən bir xalqdır və Azərbaycan xanımları hər zaman asudə vaxtlarında onlar hansısa bir dekorativ tətbiqi sənətlə mütləq məşğul idilər və dediyim kimi 40-cı illərdə artıq 2-ci Dünya müharibəsi baş verdi və çox insanların həyatı dəyişdi. Əlbəttə ki, Azərbaycanda da bəzi xanımlar adətən o qədər asudə vaxtı olmadı. Çünki evlərdə, məsəl üçün, bəylər kimsə müharibəyə getdi, kimsə neft mədənlərində işləyirdi və xanımlar da artıq evdən kənarda bəzi iş axtarmaq məcburiyyətində qaldılar. Ona görə keçən əsrin 40-cı illərdən bəri bir qədər azalma müşahidə olunur, yəni qurama sənətinin tarixində. Amma sonra əlbəttə ki, müstəqil Azərbaycan illərində biz bilirik ki, yenə Azərbaycanın tətbiqi sənəti, Azərbaycanın sənətkarlığı artıq bütün dünyaya təbliğ olunur. O da ki, yəni biz bilirik ki, ölkə rəhbərliyinin misilsiz töhfələri var. Əlbəttə ki, yəni bu bir növrə ümumilli lider tərəfindən hələ ki qoyulmuşdur. Çünki biz bilirik ki, Heydər Əliyev hər zaman Azərbaycanın mədəniyyətinə, incəsənətinə böyük maraq, böyük diqqət və dəstək olurdu. Qayğısı hər zaman üzərində 2010-cu ildə biz bilirik ki, Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun mədəni irs siyahısına daxil edildi. 2014-cü ildə Kəlağayı sənəti və indi biz əminik ki, bu yaxın bir zamanda bu
layihə nəticəsində biz əminik ki, Azərbaycan quraması təbliğ olunacaq bütün dünyada. Niyə də yox? Çünki həqiqətən çox gözəl sənət əsərləri yaranır burada. Amma xanımlarımız bax hal-hazırda məşğuldurlar. Elnur da orada İmkan ver, mən də salamlaşım qonaqlarımızdan. Əminə xanım, xoş gördük sizi, xoş gəlmişsiniz. Mən gözləyirəm, könül söz verəcək, görən vermir. Elə danışır. Mövzu maraqlı gəlib ona. Amma mən istərdim ki, sizi salamlayım, xoş gəlmişsiniz yenidən. Çox sağ olun. Bilirsiniz ki, bizim üçün Səhər Çağı kollektivi üçün, Mədəniyyət kanalı üçün siz nə qədər doğma insansınız. Bəli. Biz sizinlə dəfələrlə görüşmüşük və hətta sizin dəvətinizi biz qəbul edib, qalada da görüşmüşdük sizinlə və oradan canlı yayımla tamaşaçıların yanına çıxmışdıq. Mən istərdim ki, Əminə xanım, bəlkə bu tərəfə doğru gələsiniz. Çünki bizim burada sənətkarlarımız sözün əsl mənasında çox gözəl əl işlərini təqdim edirlər. Və mən indi sözün əsl mənasında bildim ki, Əminə xanım, biz kəndlərə gedərkən öz kəndlərimizdə, nənələrimizin evində o doğmalığı hiss eləmək üçün bax, bunlardan görmüşdük. Amma bunun böyük bir sənət əsərinin olduğunun fərqinə varmamışıq. Sən demə, bu Azərbaycan mədəniyyətinin tərkib hissəsiymiş. Yəni, hal-hazırda xanımlarımız, baxın, bu adını mən dərhal qat-qat qoydum. Bilmirəm, indi elədirmi adı? Və xanımımız hal-hazırda bunun əyani sübutunu göstərir, burada tikərək göstərəcək. Salamlayırıq sizi, xoş gördük. Əminə xanım, siz qısaca məlumat verin, sonra bizim dəyərli sənətkarlarımız öz işləri barəsində qısaca da olsa məlumat versinlər, xahişlə. Bilirəm, həyəcanlıdırlar, amma bu həyəcanı kənara qoyun, sanki öz evimizdə işlə məşğuluq və bunu biz tamaşaçılara sevdirməliyik. Bizim missiyamız budur. Çox sağ olun Elnur bəy, siz düz buyurdunuz və bu layihə məhz Qala kəndində baş verməsi o qədər də təsadüfi deyil. Biz bilirik ki, ümumiyyətlə Bakının ətrafında 32 qəsəbə var. Biz onlara adətən Bakı kəndləri deyirik və onların arasında böyük bir oxşarlıq var, amma müəyyən fərq də var və onların arasında Qala hər zaman çox seçilirdi öz qədimliyi ilə. Artıq müxtəlif dövrlərdə deməli arxeoloji araşdırmalar, arxeoloji qazıntılar aparıldı və artıq sübut var ki, Qala kəndində 5000 il bundan əvvəl artıq həyat var idi. Çünki Qalada bir məskən var, o eramızdan əvvəl 3-cü minilliyə təsadüf edir, aiddir Tunc dövrünə və 1988-ci ildə Qalaya dövlət qoruğu statusu verildi. 2008-ci və 2011-ci ildə bilirik ki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir aparıldı Qala Dövlət Etnografiya Qoruğunda və artıq 2 ildir ki, Qala qoruğu İçəri Şəhər Muzey Mərkəzinin tərkibində fəaliyyət göstərir. Bunu da mən qeyd eləmək istəyərdim ki, deməli Dövlət Məşğulluq Agentliyi ilə bu bizim birinci layihəmiz deyil. 2019-cu ildə, iyun ayında Həzər rayonunun Məşğulluq İdarəsi Qala Dövlət Etnografiya Qoruğunun ərazisində səyyar məşğulluq yarmarkası keçirirdi və o yarmarka nəticəsində 26 qala sakini işlə təmin edildi. Yəni bilirsiniz, bu layihənin vacibliyi nədədir? Əvvəla 7 xanım qala kəndin sakini. Onlar artıq işlə təmin olundu. İkincisi də ki, bizim üçün bir muzey olaraq bu da çox vacibdir ki, biz bu sənəti yaşadırıq muzeydə. Çünki qala etnografik bir muzeydir və siz olmusunuz qalada və bilirsiniz ki, hər qalaya gələn hər bir ziyarətçi özünü sanki 19-cu əsrdə hiss edir və ümumiyyətlə orada Əminə xanım bizə məlumat veriləndə oranın tarixi ilə bağlı sanki həmin dövrü yaşamış kimi olurum. Siz doğru vurğuluyursunuz ki, məsəl üçün 7 xanıma iş verildi, amma bu xanımlar öz sevdiyi işlə məşğul olmağa daha da davam elədilər. Çünki onların övladları da, onların qonşuluğunda olanlar da, bunu görənlər də, eşidənlər də artıq bu sənətin nə qədər dövlət tərəfindən diqqət altında olduğunun fərqinə varırlar və bu sənətə daha da bağlanırlar. Bu da ondan xəbər verir ki, bizim bu qədim mədəniyyət nümunələrimiz daha da böyük illərlə yaşayacaq və daha da müasirləşəcək. Və icazənizlə mən istərdim ki, xanımlarla söhbət edeyim. Beləliklə əyləşirəm burada və xanımlarımız ilk olaraq başlayaq sizdən. Xoş gördük. Gəlin özünüzü bir daha təqdim edəsiniz. Sarı xanım, xoş gördük. Çox sağ olun. Ümumiyyətlə, Qala kəndi bir çox sənət növləri ilə məşğuldur. Orada həm xalçaçılıq, həm
Dulusçuluq ən qədim sənət növlərindən biridir və bu layihə ilə artıq qurama sənəti də üzə çıxdı. Çünki qalada vaxtilə qurama sənəti ilə məşğul olan xanımlar olub və hal-hazırda yenə rəhbərliyimizin sayəsində bu qurama sənəti üzə çıxmağa başladı. Sara xanım, neçə ildir qurama ilə məşğulsunuz? Qurama sənəti ilə Qala kəndində elə bir ev yoxdur ki, orada quramadan bir nəsə olmasın. Bəli, gözümüzü açandan nənələrimizin, yaxınlarımızın bu sənət növü ilə məşğul olduğunu görmüşük və biz də arada bir iynəni gətirib nəsə eləməyə çalışmışıq. Mən də iynəni götürdüm, amma nəsə eləyə bilmədim. Yox, kömək elədiniz, çox sağ olun. Mən yaxşı iynəni saplaya bilirəm. Mən bilirəm ki, tikişlə məşğul olan insanlar üçün bu önəmlidir. Çünki biz uşaq olanda nənələrimiz həmişə çağırırdılar ki, abla gəl bura, bunu bir qəşəng sapla. Bunu qəşəng saplayırdı, verirdim onlara qəşəng əl işləri görürdülər və bunlardan danışaq görək. Və quramada əsas məqsəd yenə kiçik parça qalıqlarından, müxtəlif parça qalıqlarından, rənglərdən birləşdirərək onları quramalar hazırlamaqdır. Quramaların da müxtəlif növləri var. Məsələn, xanım işləyir, yenə də kiçik parça qalıqlarını 3 gün bu vəziyyətdə. Bir dənə görə xanım özü, siz özünüzü bir də təqdim eləyin, zəhmət olsun. Bayram müvəffəq. Xanım, xoş gördük. Çox sağ olun. Xoş gəlmişsiniz. Gəlin görək. Bax, sizdəki işlədiyiniz başqa növdür, dedi xanım və bu hansı növdür və burada necə yaradılır işlər? Yəni, bizdə də olduğu kimi, hamıda olduğu kimi nənəmgil məşğul olurdu. Onlar ümumiyyətlə dərzi olublar. O vaxtlar kəndlərdə, lap qədimdən nənəm dərzi olub. O həmişə parçaların o ətraflarını saxlayırdı. O saxladığı ətraflardan da belə 3 gün düzəldib, bəzi əşyası kimi evdə, mətbəxdə də istifadə edirdi. Ev mebellərin bəzəməyində də istifadə edirdi, bəzi əşyalar kimi. Əsas növü bu olub əvvəllər. Bir də ki, Sara xanım işlədiyi ləmələri bəzəmək üçün. Bunlardan ən birinci quramaları istifadə edəndə parçalar təbii ki, yuyulmalıdır, ütülənməlidir. Çünki sonra yığılmasın deyə, parçalar əyilməsin deyə. Yuyub, bütlüyüb, kvadrat şəklində kəsirik. Bu şəkildə üç bucaqlar düzəldirik. Və onları rənglərə uyğun, istədiyimiz şəkildə, istədiyimiz rənglərə uyğun parça üzərinə yığırıq. Çox gözəl əl işləri. Mərkəzə həmişə alayvan, zərli bir şeylər qoyuruq ki, yəni mərkəzdə. Maraqlı, gözəl görsənsin. Bəli, bax bu əl işlərini bizim studiyamızda canlı olaraq hal-hazırda toxuyurlar, təqdim edirlər. Bilirsiniz, mənə nə sevindirir? Siz öz sevdiyiniz işlə məşğul olduğunuz halda birdən-birə bu dövlət tərəfindən bu cür yüksək qiymətləndirilir və Əminə xanım kimi işinin peşəkarı olan, hər zaman bax bu cür yeniliklər bizə təqdim edən bir insanın da sizin yanınızda olmağı bizi xüsusilə qürurlandırır. Çox sağ olun və bunun növlərini mən görəm. Burada tamaşaçılara açıq, aydın şəkildə göstərmək üçün istərdim ki, bu 3 nümunəni təqdim edeyim. Baxın, bu ölçü olaraq da tam olaraq fərqlidir. Sən mənə kömək elə, könül zəhmət olmasa. Baxın, böyük, biraz orta, biraz da kiçik. Düzmü mən analiz edirəm gözümlə? Həm də içərisindəkiləri yəqin ki, nəzərdə tutaraq. Bəli, Mən qeyd eləmək istəyirəm, Nur bəy, olarsa, yəni bu quramanın 90-a yaxın yaşı var və bunu bizə Şamaxıdan Dəmirçi kəndindən gətiriblər, bizə pay gətiriblər. Yəni bizim muzeyə bir hədiyyə kimi gətiriblər. Ona görə mən istədim ki, bizim hörmətli tamaşaçılar da bura baxsın və adətən bizim regionlarımızda olan quramalar, onlar yəni belə dairəvi formada olurlar. Mən gördüm ki, sizdə taburetlər var və adətən yəni bunlar qədimi taburetlərdir və sual yarana bilər ki, niyə görə məhz 19-cu əsrdə düzəldilmiş quramalar çoxsu onlar belə formadadır və adətən onlar taburetin diametrinə uyğundur. Çünki adətən belə taburetlərdən deməli evlərdə istifadə edilirdi və xanım onu qoyurdu onun üzərinə və onun üzərində işləyirdi. Amma bu qurama sənətinin ümumiyyətlə biz bilirik ki, qurama sənəti bütün dünyada mövcuddur. Ona patchwork deyirlər, quilts deyirlər. Onun gözəlliyi ondadır ki, burada heç bir qanun yoxdur. Bu sərhədsiz bir sənətdir. Yəni baxın, adətən həndəsəli fiqurlar olur burada, amma
heç bir qanun yoxdur. Yəni burada sırf quramaçının, yəni sənətkarın hasiyyəti, onun zövqü, onun rəngə Onun demək olar yanaşması, ki, daxili dünyasını təzahür daxili edir. dünyasını siz tam düz deyirsiniz. Yəni adətən bizim bir neçə adət-ənənələrimiz də var ki, əlbəttə ki, qurama ilə bağlıdır. Yəni hansısa bir qıza bir elçi gələndə mütləq onun əl işinə baxardılar və əgər qurama böyükdür, əgər qurama, yəni onun rəng çalarlarından da xanımın siz dediyiniz kimi, yəni iç dünyası görünür. Onun hövsələsi, onun hasiyyəti görünür. Bəzi var, məsəl üçün çılğın insandır, ona görə quramaya baxırsan, görürsən ki, yəni parlaq rənglərdən seçir. Bəzi Öz xasiyyətləri əl işlərinə də sirayət edir. Biz sizə təşəkkürümüzü bildiririk gəldiyiniz üçün. Və Çünki biz uğurlar hazırda arzu bilirsiniz ki, səhər çağında musiqili qonağımız da var. Onun musiqilərin sədaları altında siz işinizi davam etdirəcəksiniz. Əminə xanım, sizi görməyə xoş oldu bizə. Biz Çox sizi yenidən təşəkkür edirik və yeni layihəniz var, ona da bilirsiniz ki, biz bunu işıqlandırmaq məqsədi ilə bunu etdik. Hal-hazırda Şölə Səfərəliyevanı dəvət edirik və əlbəttə ki, biz Əminə xanımı da yanımıza dəvət edirik və bu gözəl bir ifa ilə səhər çağını yekunlaşdırırıq. Çox sağ olun ki, bizimlə bərabər oldunuz. 2 saat ərzində bizi izlədiniz və şöyle sənə də, qonaqlarımıza da təşəkkürümüzü bildiririk. Təşəkkür edirik, tamaşaçılarla da sağollaşırıq. Alovlardan yarandın sen, min bir bela görüp sinen. Yaşın geldim özün cavan, odlar yurdum ana vətən. Alovlardan yarandın sen, min bir bela görüp sinen. Yaşın geldim özün cavan. Var min dostun, min sirdaşın, Türk oğlu tekler kardeşim. Ucadır her yanda başım, Azerbaycan, Azerbaycan. Var min dostun, min sirdaşın, Türk oğlu tekler kardeşim. Ucadır her yanda başım, Azerbaycan, Azerbaycan. Yaşa, yaşa Azerbaycan. Əzəl ayla çalır sənə, köyün kəmərdir belinə. Xəzinədir hər bucağın, nur parlayır od ocağın. Xəzəl ayla çalır sənə, köyün kəmərdir belinə.